Zabrat 1 qəsəbəsinin tam mərkəz yerində, Zabratın girişində, magistral Zabrat şosesindən piyada cəmi 300 metr məsafədə yerləşir. Köhnə bələdiyyə polis bölməsinin tam yaxın yolundadır. Ümumi sahəsi 2 sot yarım torpaq sahəsində 2 mərtəbəli 200 kvadrat olan həyət evini sizə təqdim edirəm. Həyətində kiçik bir, yəni köməkçi otaq var. Əlavə əldamı var. Hansı ki, sanuziya və sanitar qovşağı həyətdə də əlavə etmək mümkündür. Hazırda da elə istifadə olunur. Kürsülü uzun müddətdir evdə yaşayış var. 2008-ci ildə tikilib, dəyərli izləyicilərimiz sahibi tərəfindən maklerdən alınmayıb. Ümumi sahəsi bir daha qeyd edirəm, 200 kvadrat metrdir. Giriş hissədən, mətbəxdən həyətə çıxış qoyulub. Buyurub baxa bilərsiniz. Əslində bu həyət evi üçün tam normal bir üstünlükdür və əlavə olaraq da evə keçid. Mətbəxdən həm həyətə keçid var, həm də evə. Birinci mərtəbənin ilk otağı qonaq otağıdır. Buyurub baxa bilərsiniz. Qazı, suyu, işığı, istilik sistemi həm kombi işləkdir, həm də əlavə qızdırıcı vasitədən istifadə edir. Bu bir yataq otağıdır. Evdə kosmetik xərc tələb edən işlər var, yəni göz önündədir. Amma qiymətinə və yerləşmə yerinə görə həqiqətən çox mükəmməl, fürsətli bir evdir. Hansı ki, bu ərazidə torpağın sotu çox baha bir qiymətdir. Zabratı tanıyanlar bilir. Sanuzel, sanitar qovşağı ayrı-ayrı inşa olunub. Buyurub baxa bilərsiniz. Və keçid alaq ikinci mərtəbəyə. İkinci mərtəbədə eyni proyektlədir, qonaq otağı və yataq otaqlarıdır. Bu bir yataq otağıdır. Sənəd köhnə bələdiyyədir. Qiymət 92.000 manatla satışda olacaq. İnşallah ki, real alana sahibi tərəfindən tam normal şəkildə qane olunacaq, güzəşt endirim olunacaq. Hər kim alsa Allah xeyrini versin. Əşyalar sahibi ilə danışıq əsasında razılaşmaq mümkündür. Yerləşmə yerini bir daha nəzərinizə çatdırıram. Sabunçu rayon Zabrat 1 qəsəbəsi. Qəsəbənin tam mərkəz yeri Zabrat 1-in giriş hissəsində magistral Zabrat şosesindən 300-400 metr piyada məsafədə 2 sot yarımda 200 kvadrat 2 mərtəbəli 6 otaqlı ev sənəd bələdiyyə. Qiymət 92.000 manat.